Seylat ərazisində oteldə qalmağın üstünlüyü də ondan ibarətdir ki, sən uzun növbələrdən istifadə eləmirsən və oteldə qalanlar üçün giriş tam növbəsiz, bomboş. Amma oteldə qalmırsansa, hətta premium aksesin də belə varsa, növbələrə deyir onun təsiri yoxdur. O premium akseslər yalnız əyləncə mərkəzlərində daha tez növbədən kənar keçmək üçün sənə lazımdır. Növbəti üstünlüyü bizim premium akses kartımızda olmasıdır ki, onun üçün bax, giriş ayrı yerdəndir və tam növbəsizdir. Öz aramızda yıxılsaydı babat video alınacaqdı. Uzun uzadı növbələri gözləməmək üçün bax, premium akses kartı almışıq. Oxuduruq. Burada görürsünüz uzun növbədir, bu o bayırdan gələn növbədir. Biz isə fəstlərlə keçdiyimiz üçün premium akseslə ona görə daha tez keçirik. Bunlar isə növbə gözləyir. Biz isə artıq içəridəyik.